Hə, dadlı dünyanın üzvləri. Nəhayət ki, qrupumuzun iştirakçılarının sayı 30 mini keçdi. Yəni bu çox böyük bir göstəricidir. Dadlı Dünya qrupu bu dəqiqə Azərbaycanın internet segmentində yeganə bir qrupdur ki, harda ki, yəni siz dəqiq, qərəzli öz şərhlərinizi yaza bilərsiniz, öz kommentariyalarınızı yaza bilərsiniz, öz paylaşımlarını edə bilərsiniz. Bizim ölkəmizdə mövcud olan qida obyektləri ilə, yəni qida sektoru ilə bağlı. Yəni ki, Dadlı Dünya o digər blogerlardan biraz fərqlidir. Həmən o blogerlardan, məsələn, hansı ki, gedirlər pul qarşılığında neysə tərifləyirlər. Çox güman ki, siz hamınız gözəl başa düşürsünüz ki, o sadəcə olaraq pul qarşılığında olan bir şeydir. Yəni, reallıqda onların dedikləri heç bir şeyi kəşf etmirdi. Yəni, reallığı əks etmir, belə deyək də. Üzr istəyirəm də, hərdən Azərbaycan dilində, bir də görürsünüz, düz danışmıram, mən rus dilliyəm, rus dilində bitirmişəm. Sözü gəlmişkən, bütün Azərbaycan dillilərə, qrupda olan Azərbaycan dilli kütləyə mən müraciət edirəm. Buyurun, xahiş edirəm sizdən, tələb edirəm sizdən. Öz dilimizdə, ana dilimizdə, buyurun, paylaşımlar edin, aktiv olun. Yəni, aktiv olun. Mənim, görürsünüz ki, son zamanlar artıq bir ildir, mən başlamışam 2 dildə, hər bir paylaşımda 2 dildə, yəni, izahat yazıram, başlıq yazıram. Çalışın siz də iştirak edin. Yəni ki, hər bir dildə ümumiyyətlə, tək Azərbaycan dilində yox, İngilis dillilər varsa buyursun İngilis dilində, Alman dillilər varsa buyursun Alman dilində. Hansı dildə istəyirsiniz siz paylaşım edə bilərsiniz. Yəni məqsəd budur ki, hələ bizim bu sosial birliyimiz lap beynəlxalq olsun. Hə, odur ki, qaldı blogerlara, vallahi onları da çox qınamayın. Onlar da indi bir cür çörək pulu qazanırlar da. İndi yəni bu lap belə axırıncı yolda deyir də. Nəzərə alsaq ki, bu dəqiqə yəni o qədər pis istiqamətlər var ki, amma baxıram, görürəm ki, cəmaatın bir də görürsünüz alovlu paylaşımları, öz kommentariyaları bu yazıq blogerların üstünə düşür. Heç o qədər həmən o fahişəliklə məşğul olanlara, nə bilim, ədəbsiz görüntülərlə paylaşanlara, özünüz başa düşdünüz də, yəni abır-xəya olmayanların bir də görürsünüz, mən belə provokasyon roliklar qoyuram. Onları heç o qədər qınamırlar, nə qədər bu yazıq blogerları. O həmən provokasyon videolara da qalanda mən sizdən hamınızdan xahiş edirəm, siz gərək məni düzgün başa düşürsünüz. O roliklar əksər hissəsində, yəni mənim dünya görüşümü əks etmir. Sadəcə olaraq qrupda müxtəlif cür kütlə var, cürbəcür insanlar var. Yəni ki, mən o paylaşımları etməsəm, bizim qrupumuz Lenin mavzeleyi kimi bir quluxoy bir yer olar da, başa düşdünüz? Yəni heç kim olmayacaq, aktivlik olmayacaq, fəallıq olmayacaq, başa düşürsünüz? Fəallıq olmayan yerdə də həmən o paylaşımların, yəni belə deyək, rəylərin hamısının qiyməti artıq yox olub gedəcək. Yəni qrupun fərqliliyi ondan ibarətdir ki, qrup çox aktivdir. Yəni siz çox aktivsiz. Sizin də aktiv olmağınız üçün gərək elə bir emosional momentlər olsun ki, siz də orada mütəmadi olaraq neysə yazasınız, öz fikirlərinizi bildirəsiniz. O olmasa, yəni siz özünüz də orada olmayacaqsınız və əvvəldə dediyim kimi qida sektorunda baş verən hadisələrdən, reallıqdan uzaq olacaqsınız. Ona görə hamınızdan xahiş edirəm, bunu biraz düzgün başa düşəsiniz. Yəni alovlu o hirsinizi mənim üstümə tökməyəsiniz, istiqamətləndirməyəsiniz. Neysə, onu da bildirmək istəyirəm ki, bu qrup hələ mənim özümün bir şəxsi inkişafım üçün də bir təkan oldu. Məhz bu qrupdan sonra mən özümlə bir şəxsi bir blogerlıq fəaliyyətinə başlamışam. Bəziləriniz məni izləyirlər, bilirlər ki, köhnələr brendini hətta mən yaratmışam və siz məni öz şəxsi bloqlarımı, öz şəxsi fikirlərimi, ümumiyyətlə mən sizə deyim, mən sosial məsələlərə də toxunuram orada. Özünüz gördüyünüz kimi qrupda da artıq çalışıram biraz çox sosial məsələlərə toxunmaq. Çünki hamımız bu vətənin övladıyıq, necə deyərlər, gərək çalışaq ki, öz gələcək nəsilimiz üçün gözəl bir gələcək düzəldək, gözəl bir həyat yaradaq, rüşvətsiz, yəni haqsızlıqsız, yaxşı bir həyat yaradaq. Ona görə
Hamınızdan xahiş edirəm, fəal olun. Məni də izləyin, mənim digər platformalarımda, hamısında mənim adım eyni gedir. Əlibaba Məmmədov, Alibaba Mammadov, yəni ingilis dilində. Instagramda da varam, YouTube'da da varam, TikTok'da da varam. Yəni mən hər yerdəyəm. Neysə, hamınıza uğurlar arzulayıram. Qəlbdən qəlbə.